Salamlar. Bugün mayın 28'i. Gedirəm Qubaya. Balonla görüşəcəm. Hazırda isə oxuduğum məktəb göstərəcəm. Bura 117 sayfa hazırladım. Tam artıq məktəbdir. 11 il burada oxumuşam, amma bu məktəbin həyatına tikilən 3-cü binadır. Bu 2-ci binadır. Bundan əvvəldə bir bina vardı, o isə sökülmüşdü və yerinə bu bina tikilmişdi. Burada görüşmə nöqtəsini satıram. Yenə turla gedirik. Keçən Qurban Bayram ərəfəsində deməli buraya getmişdik. Burada isə Qax, Şəki, Zaqatala, Midyasevir, Oğuz istiqamətimiz bu bölgələrdə olacaq. Bəlkə mən tamamlaram açıq. Onu biləm ki, əsas məqsədimiz Qaxa getməkdir. Amma gördük ki, turun daxilində digər bölgələrdə də gəzinti var. Yəni orada sadaladığım bölgələrdə dəyəcəyik. Ayrı maraqlı olacağını düşünürəm. Hazırda isə saat 5 tamamdır. Deməli 6-da Gənclikdə olmalıyıq. Və başımıza nə gəlir? Bəli, mən çatdım. Əslində başqa yerdə görüşməliydik, burası gecikdi. Mən də biraz qarşılamağa getdim. Birazdan gələcək. Akşam saxlarda yatmışam, 1 saat səhv yatmışam, yuxusuzam. Yol boyda çox güman yatacam, həm yol uzaqdır. İstəmirəm. Yorğun satırdım. Ay, məzələnirsən? Görmürsən oradan gəlirəm. Görmədin oradan gəlirəm. Bəli. O şəxs gəldi. Getdi. Size vlogumuzu burada başa satdı. Yaxşı gəldi. Aha, 1 saat yatmışam. 1 saat? Aha. Sən doğrudan ki, yolda istəyirəm yatım. Həm vaxt geçsin, uzaq danışıyor. Bəni? Utanmışam ona. Ve Şam'da bahse verenden sonra gece yemeğinde şekil yapılır. Yani şeyler böyle bunlar yorumsuz var, yursuz diye yatırır. Bəxtimiz gətirdi ki, ən arxa yerlər boşdur, bölümümüz də boşdur, rahatdır. Tamam dedik. Yaxşı da. Ha. Neden öyle yapmışsınız? Hayır, balkon şöyle geliyor. Birazdan satabilirim. Gelmiş Oğuz'la Kalkan Şalarası'na.
Şəfər gəlməndə çox nəsə təqdimat eləmədi. Çox gördüyüm qədər Viking var, Karting var. Amma əsas məqsəd nədir? Şəlalə getməkdir. Qrup üzvləri getdi. Bələsini tapandı. Almalar az zor. Getdik. Ya Allah. Bəli, gəzintimiz davam edir. Hazırda çarxdayıq. Deməli, bu arada qiymət 2 manat idi bir nəfər üçün. Bizdən başqa minən yoxdur. Sırf biz 2 nəfər üçün bir çarx işə düşdük. Marda sizə qəşəng bir mənzərə göstərəm burada. İrəlidə Xalxal şəlaiyəsini görürsünüz. Bayağı biraz əvvəl orada şəkilzad seçdik. Az da hava günəşli olduğu üçün biraz həm də insan sıxlığı vardı, istədiyimiz kadrları əldə edə bilmədik, amma maraqlı qəşəngdir. Aşağıda da deməli belə bir göl var. Katamaran sürmək istəyənlər üçün. Bu da bizim mənzərəmiz. Baş istəməm, yoxsa qal. Qorxursan? Hə? Ad yandı. Burada yemək masası. Belə. Belə. Ha, görüşdüm. Zırıldır abi. Oy. Baba. Baba. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Fotosesja. Bir var yok seçtim. Bəli, turumuz başa çatır. Çarx turu. Düşür aşağı. Hazırda dediyimiz kimi Oğuzayır Xalxalda saat 1 saat vaxt verdilər. 1 saatın artıq yarım saatını bitirmişik.
Biraz da gezəcəyik burada, görək nə yedik, nə var, nə yox. Sonra da yolumuza davam edəcəyik, gezəcəyik Şəkiyə. Şəkidən sonra da qalacağımız otelə, yəni qalxa gedəcəyik və görək orada başımıza nələr gəlir, nə var, nə yox. Nətərdir? Yaxşı görək, bayağıdan Yaxşı bildiyin. Cinlər yağır. Qalırsan, mən yemək istəməmişdim. Yol gedəndə doğrudan yemək mən istəsiyim. Çox sağ ol. O yaxasmış deyil. Hə? Yadından çıxmışdı ola. 2 manat verdi və 6 manat qazandı. 4 manat. Sən qazandın. Ədillah. Qoy da bunu. $41.69 73. Nasıl yerindəcə. Görə mən də bir dənə balıqları seçim. Balıqların deyirlər şahı ölüb dəryada. Yaz var.
çəkilir, başı çəkilir. Orada şey var. Yukarı aşağı oklar var. Ne düzəldi. Yolumuz çoxdur, sıxılırıq. Ona məcbur belə birimizi əyləndiririk. Nəzər idi? Deməli, Şəkidə gəldik Diamond restoranına. Baxın. Bura. Belə yaxınlaşdırır. Bu restoran idi. Aha. Gəlmişdik Şəkidə Diamond restoranına, cavabda yeməyə. Şəkiyə gəlmişiksə, sözlü ki, yemək lazımdır. Biz də həyatımızda ilk dəfə yemək dadına baxdıq və gördük ki, birlik deyil. Yağlı yeməyinə biz çox başlanırıq. İdmansızdan başlanırıq. Və həqiqətən yağın qoxusu falan da bizim ağız sağlığımıza uyğun deyil deyə elə çox bəyənmədik. Həm də yolası deyə biraz az yedik də. Əvvələ şalap falan satdık. Qalan hər şey qaydasındaydı. Bir dənə sadəcə ki, bizim ağız sağlığımıza uyğun olmadığı üçün. Yoxladıq da sadəcə. Yoxladı rəstorada maraqlı bir təcrübə oldu, yaxşı idi. İndi digər qrup üzrlərinin Moskva qalxmalarını gözləyir. Düzənlidir, biraz şey yaxlarlar. Deyəkən burada sel var. Bakıya bənzərə. Bakıya bənzər, yağış suları. Heç oturmuşuz, digər qrup üzrlərini gözləyir. Yəni biraz hava var. Çünki yolumuz uzundur deyə təbii olaraq ancaq avtobus oluruq, otururuq. Sıxılırıq da, yəni beləlik. Ona görə biraz belə fasilələr dəyinə bilmək çalışırıq ki, daha belə cümrah Pozitiv. ki, oteldə yatmıyor. Yəni, bazarımız qədər də avtobusu yatmışıq və yatacağıq, yatmağa davam. Edəcəyik. Nəsə Gəlmədən. Deməli, Şəki turumuz hələ ki davam edir. Şirniyyat yerinə getmişdik. Adı neydi onun yanındadır? Əli Əhməd. Əli Əhməd, hə. Mindal aldıq. Maraqlı. Bilmirdik nə oldu, amma dadına baxdı süpür ki. Gəldik Qala divarlarına 18-ci əsrə aiddir. Daxil olur içəri. Bəli. Şəkin Kisarayını gətirik. Aşağı təxminən 100 metr piyada yol gedəcəyik. Avtobusla gedəmirik çünki genişdir yol.
Ayrada zaten olduğun kimi əsnalıyım. Əzbər piyada da alamayırıq. Az əvvəl girdiyimiz yerdə çəkiliş icazə yoxdur deyə çəkiliş eləmədi, amma gedəcəyimiz yerdə isə icazə var. Saat 4'dür. Saat 4 tamamdır. Arada yollarda. Buyurun müəllim, keçin. Tamam. Kanka da diyor, invoice alacağız. Bəli, nəhayət gəldik. Otelimizə satdıq. Hazırda deməli Qax rayonunda yerləşən Səngərqala otelindəyik. Saatlarımız deməli 18:42-ni göstərir. Gec gəldik çünki yolumuz həm uzaq idi, həm yol üstü bir neçə rayondan keçdik ki, hansılar deməli Şəki idi, Oğuz idi. Deməli, bugün buradayıq. Sabah səhər yeməyindən sonra saat 11-dədir, yığışacağıq. 11-də yığışırıq, gedirik Zaqatalaya, səhv eləmirəmsə. Zaqatalada gəzəndən sonra gəlirik təzədən otelə. Birisi gün də gələndə yəni Mingəçevirə deyəsən gedəcəyik. Belə, hələ ki bizə deyilənlər bunlardır. Gözlük deyəndə əslində burada. Bir də mənzərəni göstərim. Bu otelin arxa hissəsidir. Qabaq hissəsi amma daha belə gözəldir. Çünki biz ön hissədən giriş elədik orada. Daha belə qəşəng mənzər var. Otelin də bu başqa bir korpusudur. Bu arada 3-cü mərtəbədəyik. Ən əsası hava bir dənə yağışlı olmasın. Biz həmişə rayona gələndə hava yağışlı olur. Biz həmişə bundan ehtiyat edirik ki, gəzə bilmərik falan. Belə. Hələ ki oteldəyik. Bəli. Şəki nemətləri. Şəki nemətləri. Yeyəcəyik. Düzdür. Şəkinin ən məşhur
Deməli, Şəkiyə gəlmişiksə, Şəkinin özünə məxsus mətbəxindən olan şirniyyatları var. Pitlədik. Restoranda piti yedik, düzdür, pitini dediyim kimi də biraz bizə uyğun deyildi. Ona görə biraz bəyənmədik elə də. Xoş yeyən adam Bu arada, bəyənəcək. hə, yağlı yemək xoşlayanlar üçün ideal bir şeydir. Çöldə güclü külək əsir, bu biraz yaxşı əlamət deyil. Məncə bir-birinə yaxın. Hə, deməli bu nədir? Qaymaq. Bunu Əli Əhməd şirniyyat evindən almışıq, reklam deyil. Şəkidə elə bir dənə var. Yəni hara gedirik? Bu qaymaqlı halvadır. Sonra nə var? Bu fındıqlı şəkər halvasıdır. Bəli. Bunlar da mindaldır. Fındıqlı mindal. Budur. Qoz mindalı. Bu da şərbətli badam. Və ən sonunda da bamiyə. Bugün opsiyon şəkərimiz olur 200. Hardan başlayır, nədən başlayır? Biz Mindalı biraz biraz dağıtmışıq. fındığı biraz Birinci fındıqlı mindal aldıq, bilmirdik nə olduğu üçün. biraz yemişik. Yeyəndən sonra da qalan şeylərin hamısını aldıq. Aldıq. Hə bu Fındıqlı şəki paxlavasıdır. burada bizim imkanlarımız. Demək dedi, sağımız falan yoxdur, məcbur. Alıb təklif edin. Bunun qaşıqlı geçsin. Belə gedə bax. Onu dilimləyirəm. Üstü kurudu, biraz çok kurudu. Sonra şirin. Bu içinde fıstık fındık. Fındıqlıdan. Baklava çok şirin. Qaymaqlı, bundan ümidliyəm. Bu da deməli qaymaqlı şəki halvasıdır. Baklava almadı. Paxlava o paxlavadır, üstünə elə yazır. Bilmirəm, ikisi də oxşardır bir-birinə. Baklava yazıb yoksa halva yazıb. Bunda halva yazıb, onda paxlava yazdı. Doğrudan. Hə, o paxlavadır. Bu halva. Sən böləsən bəlkə. Bölə bilərsən. Amma çox bölmə. Bu tortun damıdır. Qaymağı bu. Bu da yaxşı. Bunun şirinliyi də çox deyil. Yəni digərlə müqayisədə bunun biraz artıq yemək var. Tanış tadı verir. Tanış tamdır. Tamam. Yıxılıram belə. Ya bu yaxşı idi. Bu yaxşı. Gedə. Hə, bunu ucu sancağı idi. Deyək ki, açdın sən yeməlisən. Bir dənə sancan. Bunun adı nədir? Bamiyə. Bamiyə. Götür. Küncə salmışsan, neysə. Xırt-xırtlı yoxdur. Bamiyə. Azdı
Şirəsi bir dənə şirinliyi. Qızarmalı yeməyin şirin versiyası. Xəmirli, qızardıblar, üstünə şirə çəkdi. Şəkər tozu, günə baxan yağı, un, qida vanil. Şirinliklər olmasında qəşəng. Bu xoşum gəldi. Evet, ən xoşum gəldi o. Ən şirin olan bir dənə şəkil paxlası olan olmalıdır yəni. Həm də üstü belə pətək kimi bərkli, qəribə bir şey. Bərklik verir. Yəni belə deyək də, ən dadlısı sənin üçün bamiyə oldu. Amma da sıralama dəyişirəm. Qaymaqlı birinci, bamiyə ikinci, şəkil paxlası da üçüncü. O da şirinliyi çox olduğu üçün. Bu hansıdır? Bu şərbətli badam. Malicəvidir. Adı yadınızda nə idi? Mindal. 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 Dostum, bunda mindal sözü yoxdur. Nə yalan? Şərbətli badam yazıb. Amma oxşuyurlar belə görünüşünə görə. Mən mindalım. Biri üstü Hava. mindalların üstləri var da. Fındıqlı, badamlı, cəvizli. Üçün də üstü eyni tipdir. Və içi badam üstü. Amma bu atışdırmalı kimi möhtəşəmdir. Çox yemək olmaz ama. Yəni çox şirin deyil, amma belə qəşəng sonradan ağza xoşa gələn bir tamıdır. Həm də içindəki badam, fındıq, qoz qovrulmuşdur. Fındığın dadına baxmışıq. Həm də baxmış. O elə onu elə də Səncə badam yoxsa fındıq? fındıq. Doğru. Çərəzlərdən badam. Badam ən bahadır, sonra qoz, sonra bu zordur. Doğru. Bak, bravo. Bunu da qabıqlı qoydum. Yox. Həm burada qozun tamını hiss edirəm. Yaxşı deyil, hə? Bu ümumiyyətlə üstü belə deyənlə fərqlənir. O qozun əsasını, tərəzin fəlsəfi bilir. Buna da mindalıyadır. Belə eyni şeydir, toslalar mısın? Badam, şərbətli badam yazır. Aslında fərqi var. Bu üstündəki o qat var, daha yumuşaqdır. Bu mindal yazılanlarda sərtdir. Üstün örtü Bu da var. mindaldır, fındıqla. Fındıqla mindaldır. Mindal deyə bir dənə onu deyirəm. Hə, o O mu? yumuşaqdır. O üst təbəqəsi Amma yumuşaq. belə üstündə tərkibləri eynidir, şəkər tozu, eyni şeylər yazılır. O çox sərtdir. Bunlarda da var, fındıqda da elə. Dən var, təzə. Hə, fındıq daha dadlı gəlir. Bu təzədir, nasmıram. Bu təzə olandır. Dəqiq. Dəqiq. Həm öz payıma edir. Dəqiq. Dəqiq, hər şey. Canım. Bu açılandır, mən belə açıq olan. Bu da fındıq mindalı. Elə aparda götürəcəklər. Alı çəkirsən görürsən yoxdur da, bir oz gedir. Ya bu tamam fərqlidir. Bu badamdan belə fərqlənir. Ən dadlısı budur mənə görə. Mindallar içində. Mindal var içində.
Belə göz haqqınızı halal edin. Bizim də ilk təcrübəmizdir. Normalda belə şeylər. Ümumiyyətlə özünüz görürsünüz, yemək videonu çox paylaşmıram. Sadəcə indi biraz bu fərqli idi. Yəni bizə yad olan təamlar idi. Ona dedik bunu bir də maraqlı bir təcrübəyə paylaşaq. Yəni yekun olaraq yenə mənə görə ən dadlısı qaymaqlı halva, daha sonra bamiyə, sonra şəkil paxavası idi. Mindalar içərisində isə ən dadlısı fındıq, badam, ən sonunda qoz. Qoz ümumiyyətlə mənlik deyil. Yəni həm sərtdir, həm qəribə tamı var. Ondan badamı da açmışdı. Badam, fındıq, qoz. Bir də bamiyə. 3 badam, bir qoz, 3 badam. 3 badam bir qoz, 3 badam bir qoz, 3 badam bir qoz, 3 badam bir qoz. Geçsəndi. Bu qədər. Deməli, çayımızı içdik, təamlarımızın dadına baxdıq və nə oldu? Boxumuz başımıza gəldi. Yanlışa bax, Ya tut ucundan dağın başına çıx. Yəni Jonathan hava geçən günəşli isti idi. Amma bir göz qırpımında hava söndü. Bəli, çıxdıq otaqdan nəhayət ki, gedirik. Resepsiyona maraqlanma görək nə var, nə yox. Əgər tennis, bilyard və ya bəzən nə bilim, başqa yeyə biləcək nəsə varsa, biraz hərəkətli hərəkət edək sonra. Yoxsa da işinə birbaşa hovuzda. Biraz tərliyək. Tərliyə, yəni qısacaq şöyle bu. Amma burada yazmamışdılar şeydim. İnanmıram olsun. Bəlkə PlayStation, diskoteka dedilər nəsə. Diskoteka demiş. Bəli, ilk günümüzün sonu daha doğrusu. Artıq yatmaq vaxtıdır, yorğunsuluqdur. Hovuzdan çıxdıq, yəni bütün enerjimizi də orada sonuna kimi istifadə elədik. Sonra qalxdıq, bir dənə qəşəng çay içdik, indi də yatmağa hazırlaşırıq. Səhərdəki yenə gəzintilərimiz olacaq, ona görə də 1-2 biraz tez yataq, dincələk ki, esmasa sabah biraz daha belə aktiv, enerjili şəkildə turumuza davam edək. Belə, ilk günün sonu məncə hər şey yaxşı idi. Sona doğru yağış yağdı, amma indi Baxdım kəsibdir. kəsildi mən yağmur. Hovuz da qəşəng idi, düzdür. Genişliyi idi, həm də adam belə çox yox idi deyə. Rahat idi, inşallah elə olur. Amma yüngül var, biraz da isti olsaydı qəşəng olardı. Sən nəsə demək istəyirdin? Yuxum gəlir, yatıram, gecən xeyir olsun. Xeyr olur. Nəysə çevirəm mənim kamerasını. Bax. Çıxdım sən. Sən fokusladısın. İstəyə yatıram. Nəysə. Gecəniz xeyir.